Pənd nəsiyyətlə. Davud padşahının oğlu İsrailiyə padşahı Sulaymanın pənd nəsiyyətləri. Bu pənd nəsiyyətlə danalıq və təlim tərbiyi igə qılar seni. Yeşər ibrətlik sözlərinin çonqur mənisini. Tərbiyələr seni aqıllanılıq bilən yaşaşqa, haqqani, adil və durust boluşqa. Keçən qılar qol adəmlərini, bilimlik və pəmparasetlik qılar yaşlarını. Anlap bulanı, danala, tixmu dana bolsun, zirəklə, aqılane məsləhətgə erişsun. Şəngili bolar, bu pənd nəsiyyətlərin əqliyə sözlərini, təmsillərini, akıllarının hikmətləri və tepişmaqlarını. Pərverdigardın əyminiş, əql idrakının başlanışıdır. Əhməqlə, danalıq və təlim tərbiyini kəmsütüdür. Ey oğlum, tərbiyəsigə qulaq sal atanın, təlimigə bir pərvalıq qılma ananın. Ulanın, təlim tərbiyəsi beşinği taqalğan tacdır, boynunğu isılğan altın zəncirdir. Ey oğlum, əgər seni günahkarla azdursa, əgəşmigin ulağa. Əgər ula, kəl, bizgi qoşul, tuzaq quraylı can ilişqa. Birər bir günahını səbəbsizlə paylab turaylı tutuşqa. Ölüklə makanıdək, tirik yutaylı biz günahsızlarını, görgü düşüb kətkəndək yoqtaylı u sağlam adəmlərini. Tartıb alaylı, şüçaq, xılmı-xıl qimətlik mal dünyanı, alğan olcu bilən tolduraylı öylürümüzni. Bizgə şerik bol, tapqınımız ortaq bolsun deysimu, hey oğlum, yoluğu kirmə ulanın, basma bir qədəm mu? Çünki yetişidu ula, özünü yamanlıqqa, aldırışıdu həm qan töküşkə. Kuş tüyüb qalğanda, tor yiyiş behudə avarçılıqdır. Lekin şu yamanla dəl öz-özgə əcəllik tuzaq qoyudu. Öz ceniğa zamin boluduğan or kolaydı. Haram mal dünyağa heris adəmlərinin akıbeti şu ki, alıdı bu haram mal dünya ulanın genini. Danalıq çakırmakta koçilada, avazı yanırmakta, bazarlarda, ündüməkdə, avat caylarda, vəz etməkdə şəhər dərvazlarının aldıda. Ey nadanla, qaçanğıca nadanlıqda yürüslə. Ey mazaqçıla, qaçanğıca mazaq qilişdin huzur alıslə. Ey əqilsizlə, qaçanğıca bilimdin nəfrətlinislə. Tənbihlərimgə qulaq sağan bolsanla, siləgə töküb bir ettim qalbimdikini, silə bilən ortaqlaşattım oy fikirlərimni. Lekin meni rədd qıldınla çaqırğınımda. Heç qaysınla ilik almıdınla kolumni uzatqınımda. Pərva qılmadınla, nəsiyyətlərimnin heç qaysığa xalımıdınla qulaq selişni tənbihlərimgə. Şuna külümən, balayı apətkə yoluqnınlarda siləni məsxirə qılımən vəhimigə düşkününlarda. Boran dəkkəgən vəhimidə qağnınlarda balayı apət qıyundək yetib kəlginidə azab və qayğı siləni mubtula qılğınıda. Çakır silə yalvurub şüçaq meni, lekin bəməsmən siləgə cavab.
Her qancha izlasanglarmu tapamaysizlar meni. Chunki nafratlendinglar sizlar bilimdin, tanimidinglar ayminishni Xudodan. Qabul qilmadinglar mening nasihatlarimni, mansutmidinglar barliq tanbihlarimni. Şuna sizlar öz beshinglarni yeysizlar. Özünglar qo'ligan o'rga özünglar tushsizlar. Barhaq öz jiniga zomin boludu nadonlar meni rad qilganlikdan o'zlarini halok qildi hamoqatlar beg'amlikidan. Biroq manga quloq sag'anlar aman esan yaşaydı. Yamanlıqның vahimisidan xoli xotirjam boludu.